aldı. Nərəsi düşmənin bağını yardı. 44 gün sürdü, tarixi yazdı. Tarixi yazanlar oldular şəhid. Gör neçə analar hər gün ağladı. Başına qapqara örpək bağladı. O şəhid oğluna yasta saxladı. Heç sizi unudarmı? Heç sizi unudarmı analar şəhid? Sonra kimdir? Allah korusun. Adana Əhmədallar Kənd Orta Məktəbinin direktoru, başda olmaqla bütün müəllim kollektivi ziyalılar burada iştirak edir. Mən Arzu Məmmədova xanıma söz verirəm, buyurun. Çox sağ olun, təşəkkür edirəm. Analarımızı, şəhid analarımızı salamlayıram. Bugün çox çətin gündür, həqiqətən. Çünki bugün bütün sözlərin boğazda düyünləndiyi bir gündür. Biz elə bir söz, elə bir cümlə, elə bir kəlmə tapırıq ki, bu analarımıza təskinlik verək. Lakin ən böyük təskinliyiniz o olsun, əziz şəhid anaları. Sizin oğlunuz igiddir, sizin oğlunuz cəsurdur, sizin oğlunuz şəhiddir, ən ali məqamdadır. Hər bir Azərbaycan xalqının evinin oğludur. Hər birimizin baş tacıdır. Onların adı, onların soyadları heç bir zaman nə qəlbimizdən, nə ağlımızdan, nə dilimizdən silinəsi deyil. Bütün şəhid analarına öz təşəkkürümü bildirirəm ona görə ki, siz nümunəvi analarsınız, belə oğullar böyütmüsünüz. Sizin qarşınızda mən baş əyirəm, Göyçək ananın timsalında hər birinizə öz təşəkkürümü bildirirəm ki, məhz bu oğulların sayəsində biz azadlığımızı qazandıq, biz suverenliyimizi qazandıq, biz kimliyimizi geri qaytardıq, var olasınız. Biz sizdən örnək götürürük, biz sizdən nümunə götürürük, əziz şəhid anaları. Qarşınızda bir daha baş əyirəm və Allahdan sizə səbr diləyirəm, dözüm diləyirəm. Allah sizi var eləsin, Allah uzun ömür versin və onların yadigarlarının, onların necə deyim, yaxınlarının xoş günlərini, gözəl günlərini görəsiniz. Bununla təskinlik tapasınız. Və hər birinizə baxıram, necə bir-birinizə bənzeyirsiniz. Sanki Tanrı sizi xüsusi seçib. Hər birinizdən xanım xatınlıq, hər birinizdən əsl Azərbaycan qadını olmaq nümunəsi, hər birinizin o ağ telləri. Mən baxıram, həqiqətən qürrələnirəm, fərəhlənirəm. Əsl Azərbaycan qadını. Qarşınızda baş əyirəm, var olasınız. Allah sizə uzun ömür versin, can sağlığı versin. Çox sağ olun. Əziz dəyərli şəhid anaları, əziz dəyərli şəhid ataları, qarşınızda baş əyirik. Bugün rahat, sərbəst, azad, üçrəyli bayrağımızın dalğalanması sizin kimi qəhrəman analara borcluq. Siz elə analarsınız ki, övladlarınızı vətən uğrunda qurban verir sözdə, tək ki, vətən sağ olsun deyirsiniz. El-özün evin yeganə övladıdır. Hər zaman, hər an bir stol arxasında oturub bayram keçirdərdiniz. Arzu ilə övlad böyüdərdiniz. Ancaq bugün o övladı vətən uğrunda qurban verir sözdə, tək ki, vətən sağ olsun deyirsiniz. Allah sizləri var eləsin, qarşınızda baş əyirik. Bugün şəhidlərimizlə də bahəm, bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verib, gecəni səhərə qədər sızıltı ilə açan qazilərimiz var. Hər ağızda bir dua var. Allah qazilərimizə şəfa versin. Və etiranlarımıza can sağlıq. Allah ordumuzu qorusun. Allah Elçin qardaşımızın da ruhunu şad eləsin. Anasının qarşısında baş əyirik. Vallahi elə analarsınız ki, sizləri unutmaq olmaz. Qarşısında baş əyirik. Qeyd elədik. Tədbirimizin davamı Elçin qardaşımızın, Elçin balamızın ata ocağında davam edəcək. Və ona görə də istəyərdik ki, bir balaca yekunlaşdırıb davamını evdə eləyək. Şəhidlər haqqında danışmaqla bitmir. Biz orada davam eləyərik, bir kəlmə şəhid anasına söz verək, davam eləyərik. Mən də bugün mənim gözəl analarım, atalarım, bacı qardaşlarım, bugün mənim yanımda olduğunuz üçün sizin hamınıza təşəkkür eləyirəm. Baş əyirəm qabağınızda bir şəhid anası kimi ki, siz də mənim yanımdasınız. Bəli, Elçin evin tək bir oğlu olub. Atanı özü ilə bərabər öz yanına gətirib. Ona görə də Elçin öz anasın, iki bacısın yersiz qoyub.
Allah Teala bütün şəhidlərimizin məkanını cənnət eləsin, məqamını uca eləsin. Mən bugün fəxr edirəm ki, mənim yanımda bugün Ağcabədi rayonundan zəhmət çəkib gələn ata-analarım, Biləsuvar rayonundan zəhmət çəkib gələn ata-analarım, Beyləqandan gələn Könül xanım, ata-analarımız, Təranə bacım, Füzuli rayonundan bütün şəhid analarım mənim yanımdadır. Bütün veteranlarımız, qazilərimiz, müəllimlərimiz, müəllimələrimiz yanımdadır. Mədəniyyət işçiləri yanımdadır. Qəribə xanım, təşəkkür eləyirəm hardasan. Çünki sən həmişə mənim yanımda olmuşsan. Hər bir zaman mədəniyyət evinin içində olaraq. Gənclər evinin müdürü Seyfəddin müəllim yanımızdadır. Antiterror şəhidimizin atası Ülvi qardaşım, Ülvi balam mənim, belə Bəhruz qardaşım yanımdadır. Bütün hamınıza təşəkkür eləyirəm. Həmişə Sevinç xanım. 5 ildir mədəniyyət evinin içisidir, müdiriyyətidir. Bu mənim yanımdadır. Qəribə xanım, bir balası vardı, onun da balası dünyasını dəyişib bir oğlu olaraq. Ona görə də bir kəlmədə ona söz verim, elə bir görüş bağlayaq. Çox ağırdır bu günlərsə burada çıxış eləmək. Mən bütün şəhid analarının qarşısında baş əyirəm. Allahdan şəhidlərimizin hər birisinə rəhmət diləyirəm. Qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı olsun. Çox sağ olun. Hər birinin qarşısında baş əyirəm. Əlləriniz olsun. Mübariz müəllim, bir kəlmədə siz deyərdiniz. Mübariz müəllim, bir kəlmədə. Yaxşı və yaxşı. Şəhid analarına və şəhid atalarına ki, bugün burada şəhid ailəsinin, şəhid anamızı tək qoymadınız. Evdən məclisimiz davam edir. Bizim de əsgərimiz Yok yok. Yok olmuyor. Size dedim ki biraz sınıf sağlığı olanda biraz yaxşı olur. Sen çək də. Təşəkkür edirəm. Mən evə gedə bilməyəcəm. Mən yaxşı sənət. Bir dənə ölçə yanımda mən çəkərdiniz də. Orada dursam. Allah köməyiniz olsun. Səbr arzulayıram. Allah rəhmət eləsin. Axırdan olsun. Bəhrəm Təpədə şəhid yası var. Ora getməliyəm. Ona görə sən mənim hesab Buyur xanım, ay xanım, buyur. qəbrin olur. Buyur. Mən də özümə boş bildim. Sənin xətrə dünyalar qədər istəyirəm. Sənin timsalında bütün şəhid analarının qarşısında baş əyirəm. Çox. Haqqınız danılmazdı. O cür oğul böyütdünüz, vətən uğrunda qurban verdiniz. Mən əmim Muradov Abazət Cəmiyyət oğlu. Dayım Babayev Mənsur Ələhmədoğlu və mənim körpə balam, körpə Ülvü. Onların dərdi ilə bugünkü gün gəldim sənin dərdinə şərik olmağa. Allah sizlərə səbir versin. Hamınızın qarşısında baş əyirəm. Çox sağ ol. Təşəkkür eləyirəm. Allah səni var eləsin. Zəhmət çəkib. Zəhmət Bugünkü verin. gün mənim yanımda Bizim olursunuz. borcumuzdur. Çox var olun. Təşəkkür eləyirəm. Yox, səbr etsin. Kənanın, sonra o birisinin əvəzində xoş günün qismət eləsin. Toyun görəsiniz. Sağ olun. Bax, onun uşaqları, nəticələrinizi görəsiniz. Belə ağrınız az da olsa yadınızdan çıxsın. Sağ olun. Allah sizi var eləsin, uzun ömür versin Sağ sizə. olun. Siz də Təşəkkür. Çox sağ ol mənim Vüsal balam. Çox var ol. Allah köməyin olsun. Allah sizi qorusun.